والصلاة والسلام على نبينا محمد وعلى آله وصحابته أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli, amma ba'd. Möhtərəm qardaşlarım, ən öncə özümə, sonra isə Allah Taala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm. Və haqq təqvasından qorxmaq, yəni Allah Taala'nın istədiyi kimi, əmr etdiyi kimi şəriətindən qorxmaq mərhələlərdən ibarətdir. Və o mərhələlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onu 20 ildən çox bir zamanda öyrətdi. Yəni tez bir zamanda baş vermədi. Yəni rahat deyildi. Və o şeylərin içində bəzi anlar var. Və şəriətin haram etdiyi hüdudlar var. Yəni şəriət halalları və haramları üzərindədir. Yəni bir qism halallardan, yəni şəriətin icazəli gördüklərindən və bir qism isə haram etdiklərindən ibarətdir. Və şəriətin bizə haram etdiyi şeylərdən biri də isə yalandır. Yalançılıq və yalan. Və Allah Teala kitabında yalanı yalnızca kafirlərin, şeytanın və kafirlərin məsəli ilə məsəlləndirir. Və Allah Teala kitabında buyurur ki, وَالَّذ۪ينَ كَفَرُوا Küfr edənlər yəni. Kimə? Allah və Rasuluna, göndərilən peyğəmbərlərə, Rasullara küfr edənlər. وَكَذَّبُوا بِآيَاتِنَا Və onlar Allahın, yəni bizim, Allahın ayələrini yalanladılar. Sevmədiklərinə görə, nəfslərinə uyğun gəlmədiklərinə görə. اُولَٰئِكَ أَصْحَابُ النَّارِ Əl-Əyə. Allah Teala buyurur ki, onlar o dəhlidir. Nəyə görə? Allah Teala'nın əmr və qadağalarını, yəni halal və haramlarını inkar etdiklərinə görə. Və sadəcə bugün toxunmaq istədiyi mövzu isə müsəlmana aid olan tərəfidir. Allah Teala kitabında buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu Ey iman gətirənlər. Və necə ki, dəfələrcə çıxışlarda və mühazirələrdə xatırlandığı kimi, əgər Allah Teala sələflər deyərlər ki, Allah Teala buyurursa ki, ey iman gətirənlər və diqqət etirin, Allah Teala ya sizə hər hansısa bir halal olan bir şeyi, hər hansısa bir əmri öyrədəcək və ya hər hansısa bir qadağanı, yəni bir sizi çəkindirəcək bir şərdən. Allah Teala buyurur ki, Limə təqulunə mə lə təfəlun Ne üçün etmədiklərinizi deyirsiniz və yalandır. İnsanın etmədiklərini danışması yalandır. Allah Teala diqqət etirin, ayənin əvvəlində deyir, ey iman gətirənlər. Yəni iman gətirən də yalan danışa bilər. Amma iman gətirənin yalan danışmasının bir miqdarı var. O miqdardan sonra artıq onda iman qalmayacaq. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, mümini hətta bəzi günahları məsəl çəkdi. Mümin bu günahı eləyər. Və soruşulduqda isə mümin yalan danışmaz. Yəni iman gətirən, Allah'a və Rasuluna iman gətirən yalan danışmaz. Çünki yalan əslən kimlərin sifəti idi? İblisin və ona bənzərlərin sifəti idi. Yəni ona bənzəyərlərin sifəti idi. Və müsəlmana, möminə yalan danışmaq yaraşmaz və xüsusilə diqqət etir Allah Teala buyurdu ki, etmədiklər bizi. Məsələn, hərdən bəzi qardaşlar bu mövzunu başa düşə bilmirlər. Məsələn, nədən ibarətdir? İnsan bilir ki, bir günə, məsələn, Ramazan ayıdır, Quran ayıdır, Quran oxumaq ayıdır. İnsan bilir ki, günə 10 cüz Quran oxuya bilər, məsələn. Və deyir ki, mən hər gün 10 cüz Quran oxumuşam və bütün Ramazanı. Amma əslində oxumayıb. Məqsədi nə idi? Yəni, mən bunu bacara biləcəyim bir şeydir. Amma əslində qaytarsaq Allahın kitabı ilə qadağandır bu. Çünki Allah Teala buyurdu ki, Limə təqulunə mə lə təfəlun Etmədiyiniz şeylər niyə deyirsiniz? Şəriət icazəli deyil, bir insan etmədiyi şeylər desin. Hətta gücü çatsa belə, hətta gücün çatacağı şey olsa belə, hətta onu bacaracağın bir şey olsa da belə, şəriət icazə vermir insanın etmədiyi şeylər danışmasına. Subhanallah, hətta şəriət hərdən icazə vermir insanın etdiyi şeylər danışmasına. Hətta şəriət ona icazə vermir. İnsan etdiyi şeyləri danışsın. Məsələn, yaxşılıqları. İnsana yaraşmaz yaxşılıqlarını danışsın. Yəni, bu da minnətdəndir. Allah Resulü minnət qoyanı neyi bənzərir? Yediyini qaytardığını yiyən itə bənzərir Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem. Minnət qoyanı, etdiyi yaxşılıqları danışıb xatırlananı. Hətta Allahın dinində etdiyin şeyləri danışmaq yerə görədir. Hər yerə danışa bilməzsin etdiklərini. Hətta Allah Teala kitabında buyurur ki, və yenə iman gətirənlərin Allah Teala adı ilə vurğulur və buyurur ki, ey iman gətirənlər, ya eyyuhəl-ləzīnə əmənu, la tubtilu sadaqatikum bil-mənni vəl-əzə. Etdiyiniz, verdiyiniz sədaqələrinizi minnət qoymaqla və əziyyət verməklə batil etməyin. Və bunu göstərir ki, insan hətta nə zaman batil edə bilər? Minnət qoymaq, mən olmasaydım sən nə edin? Və yaxud da buna mənzər şuarlar, və yaxud da buna mənzər şeylər, biz olmasaydı sən nə edəcəkdin? Və ondan da əlavəsi isə əziyyət vermək. İnsanlar üçün nə demək ki, filan kəsdir. Biz filan kəsin dəstək olmuşuq. Baxın, odur, bax o, oturan. Və onu göstərir ki, insanın hətta etdiklərini deməsi,
Etdiklərini deməsi hərdən şəriət icazəli deyil və haramdır. O ki, qalmışdı insanın etmədiklərini deməsi. Ona görə də yalana daxildir. İnsanın etmədiklərini, qadir olsa da belə. Hələ mən danışmıram qadir olmamaqlarından. Hələ danışan qadir olanlardan, insanın qadir olduğu, yəni bacardığı şeyləri etmədiyi Allah deməsi şəriətlə haramdır. Və Allah Teala kitabında kafirlərin məsələ ilə məsəlləndirdi onu. Onların sifəti idi. Amma bugün görürsən, təəssüf olsun ki, bəzi müsəlmanlar o sifətlə sifətlənirlər. Və ona Muhammed sallallahu aleyhi ve sellem təxminən 15 əsrə yaxın bundan qabaq, 14 əsrdən çox bir zamanda xəbər verdi ümmətin halını. Və Allah buyurdu ki, onlar kərtənkələnin girdiyi çuxura qədər qaçıb girəcəklər arxalarında. Kimlərin? Kafirlərin. Və bu gün dələdir. Onlar kimi yaşamaq istəyirlər, onlar kimi əylənmək istəyirlər, hətta xoşlarına gəlməsə də belə. Və onların sevmədiyi şeyi də sevməmək istəyirlər. Və onu göstərir ki, müsəlmanlar kafirləri özlərini bənzətməkdə hərisdirlər. Və hərislik də Allah Taala'nın qadağan etdiklərindəndir. Çünki Allah Taala istəyir ki, yaratdıqları onun istədiyi kimi yaşasın. O haqq sahibidir. Necə bir evdə valideyn, məgər bir evdə valideyn haqq sahibi deyilmi ki, övladı atanın istədiyi kimi yaşasın? Əlbəttə ki, haqq sahibidir. Bəs necə olar ki, insanın insan üzərində haqları olsun, amma Rəbbin, yaradanınsa qulları üzərində haqqı olmasın. Ona görə də müsəlmana yaraşmaz etmədiklərini danışması. Və müsəlman əgər bunu eləyibsə gərək tövbə eləsin və qayıtsın əməlindən və əməlin şərrindən çəkinsin. Çünki şərdir, fitnədir və fitnə də hər zaman zərərdir. Hətta o zərər görünməsə də belə. Çünki əslən zərərin çoxsu görünmür, qəlbdə olur. Təqva da qəlbdə olur, amma zahirən zaman gəldikcə ortaya çıxır. Və həmçinin yalan belədir. Zaman gələcək ortaya çıxacaq. Və zaman gələcək ki, o yalan danışan, etmədiklərini danışanlar, etdiklərini danışdıqları zaman da belə yalancı olaraq qalacaqlar. Çünki şəriət, din, insanlar ehtiyatlar üzərində yaşayırlar. İslam dini ehtiyatların üzərində olan bir dindir. Şəriət icazə vermir həddi buluq yaşına çatmış bacı və qardaşın bir-birinin yanında yatmasına, yəni bir yorğanın altında yatmasına. İcazə vermir şəriət. Həddi buluq yaşına çatıblarsa görə bacı və qardaş, doğma bacı qardaş. Yəni kimsə deyə bilər ki, ax qeyrət. Bəli, qeyrətli qardaş heç vaxt bacısına pis gözlə baxmaz. Amma şəriət sənin qeyrətinlə baş-başa qoymur. Şəriət ehtiyatların üzərində qurulmuş bir dindir. İslam dini üçün olan istər böyük hökmlər olsun, istər kiçik hökmlər olsun, fərq eləməz. Hamısı ehtiyatların üzərində qurulan bir dindir. Və etmədiklərini danışanlar da zaman gələcək etdiklərini danışacaqlar, amma faydası olmayacaq. İnsanlar onları etmədiklərini danışanlar kimi başa düşəcəklər. Və yenə də onlar doğru danışdıqları hallara yalancı kimi qəbul olunacaqlar. Və son olaraq onu vurğulamaq istəyirəm ki, qardaşlarım, necə ki İmam Buxari rahimehullah elm tələbi üçün çıxanda və əvvəllər gəmidə soyğunçular olurdu. Gəmi soyanlar olurdu. İnsanların hər dövrün oğrusu fərqli olub. Və o dövrdə nə edirdilər? Gəmiyə oğrular minirdi. Və yalandan deyirlər ki, mənim 200 dinarım yoxdur, 300 dinarım yoxdur. Yalandan. Və kimdə ki o pul var idisə, onun əlindən almaq üçün. Kamera yox idi, bir şey yox idi, elə şeylər yox idi. Yəni, neçə əsrlər bundan qabaq. Və İmam Buxari rəhməhullah 300 dirhəmi var idi, pulu var idi əlində. Anası yığıb vermişdi ona ki, elm tələb etsin, çıxsın. Və yanındakı dostunun yanında atır onu dənizə. Və deyir ki, nə edirsən? Deyir ki, o 300 dinar, özdə oğru deyir ki, 300 dinarımı itirmişəm, dirhəmimi itirmişəm. Və onu atır. Deyir, qorxuram ki, insanlar məndən elm götürməzlər. Gələr mənim üstümdən çıxar o pul. Baxmıyor ki, haqq mənimdir. Amma insanlar məndən sonra elm götürməz. Subhanallah, adam, diqqət etir. İnsanın təhcə Allah qatında təmiz olması kifayətləmir. Bəli, Allah qatında təmiz olan təmizdir. Amma insanların arasında təmiz qalmaq lazımdır. Ona görə ehtiyat. İslam dini ehtiyatların üzərindədir. Ona görə də etmədiklərini danışanlar, bacardıqları halda təbii ki, etmədiklərini danışanlar artıq bu hökmün altındadır. Ona görə o qardaşlarımıza məsləhətimiz və nəsihətimiz ondan ibarətdir ki, tövbə eləsinlər və nə qədər ki, nə zaman ki, insanlar içərisində onlar yalancı kimi tanınmayıblarsa, əlhamdülillah, bu Allahın onlara olan bir lütfüdür ki, qayıtsınlar və tövbə eləsinlər. Və Allah da onların tövbələrini qəbul etsin. Allah Teala istəyirəm ki, bizi sözün ən düzgünlüyü və doğrusunu danışanlardan etsin və ən əzəmətli kəlmə olan, ən doğru kəlmə olan, ən layiqli və ən haqlı kəlmə olan La ilahe illallah, Muhammed Rasulullah kəlməsinin üzərində biz yaşatsın. O kəlmənin üzərində bizim canımızı alsın. Allah ölkəmizi qorusun, rəhbərimizi qorusun, ordumuzu qorusun. Və kimlər ki, onlar pisliyi, zərər istəyirlərsə, Allah olan pisliklərini də, zərərlərini də özlərinə qaytarsın. Amin ya Rabbi. Allah bütün müsəlman ölkələrini qorusun. Həmdülillah bir yerə və subhanəkəllahumma və bihamdik.